Bakıda bitməyən tıxaclar, sürücülərin səbrini daşıran yollar və hər gün itirilən saatlar bu dəfə narazılıq edən tanınmış aparıcıdır. Aytəkin Mərdanova Ayna Sultanova istiqamətində yaşanan tıxacla bağlı sərt açıqlama verib. Bəs bu yol niyə aylardır açılmır? Problemin kökü haradadır? Xəbərdən xəbərə ilə ən aktual mövzuya birlikdə baxırıq. Tanınmış televiziya aparıcısı Aytəkin Mərdanova Bakının Ayna Sultanova ərazisində uzun müddətdir davam edən nəqliyyat sıxlığından şikayətlənib. O, sosial şəbəkə hesabında avtomobilindən video paylaşaraq bildirib ki, şəhərin bir çox ərazilərində tıxac olmasa belə, Ayna Sultanova istiqamətində vəziyyət dəyişmir. Günün hansı saatı olmasından asılı olmayaraq, burada daimi sıxlıq yaşanır. Aparıcının sözlərinə görə normal şəraitdə Xəzər TV-dən mikrorayondakı evinə cəmi 20 dəqiqəyə çata bildiyi halda, Ayna Sultanovadakı tıxac səbəbindən bu yol bəzən 1 saat 30 dəqiqəyə qədər uzanır. Şəhərin heç yerində tıxac olmasa belə, Ayna Sultanovada daim tıxac olur. 1 saat oturub gözləyirsən. Səhər, günorta, axşam fərqi yoxdur. Anlaya bilmirsən ki, bu nə bəladır. Artıq 1 ildən çoxdur bu vəziyyət davam edir. Saatlarımız tıxacda keçir. Aytəkin Mərdanovanın bu paylaşımı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir çox sürücü onun fikirlərinə qatılaraq Ayna Sultanova ərazisində yol infrastrukturu və hərəkətin düzgün tənzimlənməməsi ilə bağlı narazılıqlarını ifadə edib. Bəs siz necə düşünürsünüz? Ayna Sultanovadakı bu tıxacın əsas səbəbi nədir? Yol işi, planlaşdırma səhvi, yoxsa nəzarətsizlik? Fikirlərinizi mütləq şərhlərdə yazın. Videonu bəyənməyi, Xəbərdən Xəbərə kanalına abunə olmağı və ən aktual xəbərlərdən ilk siz xəbərdar olmağı unutmayın.